Yəqin ki, bu qızı TikTokda tanımayan yoxdur və anım günü canlı efir açaraq efirdə şəhidlərimizə yas saxlayıb. Çalıb oynamayıb, mahnı oxumayıb, yas saxlayıb. Amma baxıram ki, bəziləri bu qızın nə vaxtsa şəhidlər xiyabanı ilə bağlı dediyi kobud sözü paylaşır. Paylaşır ki, baxın, əvvəllər şəhidlər xiyabanına belə söz deyib, indi yas tutur. Nə demək istəyirəm? Əziz dostlar, bir insan düzəlmək istəyirsə, fürsət tanıyın. Düzəlməyinə dəstək olun. Tamam, nə vaxtsa bir tərbiyəsizlik edib. İndi peşmandır, dərk edir və səhvini düzəldib. Niyə səhvini düzəltməyinə anlayış göstərmirsiniz? Səhvini düzəltməyinə dəstək olmursunuz. Mütləq ki, keçmişini gətirib önünə qoyursunuz. Bax, sən keçmişdə belə bir səhv etdin, deyirsiniz. Bunu niyə edirsiniz? İmkan verin ki, insanlar düzəlsin.